müstakil yol açın. Buyurun. Saf sol tarafta lezzet Muhammed. Hem müstakillik hem Kurban Bayramını doğma Qarabağ torpağında siz qeyd edirsiniz. Böyük xoşbəxtlikdir. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Sağ olun, var olun. Uzun fasilədən sonra doğma vətənə qayıtmaq böyük xoşbəxtlikdir. Bizim için şərəf. Bəli. Və burada sizin üçün gözəl şərait yaradılıb. Burada evlər demək olar ki, əksəriyyəti dağılmışdır. Onların 17'si hazırdır. 20'si də ikinci mərhələdə hazır olacaq. Və ondan sonra da evlər tikiləcək. Burada qonşuluqda da iş gedir. Kiçik Qala Dərəsi, Turşsu, Sarıbaba, Laçın da yaxındır, Şuşa da yaxındır. İndi yeni yol da çəkilir və gediş-gəliş də daha rahat olacaq.